Azərbaycan dilinin təbliği ilə bağlı xaricdə həftə sonu Azərbaycan məktəbləri fəaliyyət göstərir. Bəli, bu dəfə isə yolumuz Finlandiyadır. Finlandiya Helsinki Azərbaycan evinin rəhbəri Ülviyə Cabbarova telefon xəttindədir. Sabahınız xeyir olsun Ülviyə xanım. Sabahınız xeyir, mən sizi Finlandiyadan salamlayıram. Xoş gördük. Ülviyə xanım, bu qərar yəni hansı yaş qrupu kateqoriyalarına aid edilir? Həftə sonu məktəbləri və xarici tələbələri nə dərəcədə diqqətini cəlb edir? Qısa məlumat vermək istərdim. Helsinki Azərbaycan evimiz 2022-ci ildə Azərbaycan dövlətinin dəstəyi ilə xaricdə yaşayan Azərbaycanlıların ana dilini, mədəniyyətini və milli mənəvi dəyərlərini qorumaq və yaşatmaq məqsədi ilə yaradılmışdır. Bizdə əsas fəaliyyətimiz Azərbaycan dilinin tədrisi və milli mədəni dəyərlərimizi yaşadılmasıdır. Bildiyiniz kimi bir çox Azərbaycanlı ailələr Finlandiyaya iş, təhsil və ailə səbəbi ilə gəlir və uzun müddət burada yaşayırlar. Biz də deməli dərslərimizin tədris prosesi 7 yaşdan 17 yaşa qədər olan uşaqları əhatə edir. Hazırda 2 müəlliməmiz var. Biri Azərbaycan dili müəlliməsi və digəri Azərbaycan milli rəqsləri üzrə müəllimədir. Finlərin marağı və dil məsələsinə gələndə Azərbaycan dili və mədəniyyəti finlilər üçün də maraqlıdır. Xüsusilə Azərbaycana getmək istəyən finlilər və Azərbaycanla ticari və işgüzar əlaqələr qurmaq istəyən şirkətlər Azərbaycana getməmişdən əvvəl bizə müraciət edirlər. Biz də onlara lazım məlumatı veririk, məsləhətlər edirik. Məsələn, keçən ay Helsinki Universitetindən dilçilər qrupu Azərbaycana getməmişdən əvvəl Azərbaycan haqqında bir çox məlumatlar üçün bizə müraciət etmişdilər və biz də bu baxımdan Azərbaycan evi burada məlumat və əlaqə körpüsü rolunda daşımış olub düşünürük. Ülviyə xanım, təşəkkür edirik sizə. İşlərinizdə uğurlar arzulayırıq. Biz sizə davam edirik.